Bəli, növbəti mövzumuz uşaq yönümlü təhsil yanaşması. Uşaq yönümlü yanaşma. Uşaq yönümlülük hansı prinsiplə biz uşaq yönümlülüyə rast gəlmişdik? Didaktik prinsipdə. Bəs pedaqoji prinsipdə nə idi o? Yox, diferensiyalaşma. Bunu bilirik də onsuz-daki, ona görə deyirəm asan mövzudur. Uşaq yönümlülük o ki, uşaqların yanında olmaq, onlara dəstək olmaq, onların məsələn, potensial imkan, bəli, maddi təminatını nəzərə almaq. Bir, bax, gəlin bunu əlaqələndirmək. Deməli, uşaq yönümlü didaktik prinsip. Sonra, diferensiyallaşma, pedaqoji prinsip. Diferensiyallaşma, pedaqoji prinsip. Sonra, hansı iş formasına, iş üsuluna bənzəyirdi? Hansı iş usuluydu uşaqların? Fərdi iş forması üzr istəyirəm. İş forması, ona görə fikirləşsiniz. Fərdi iş forması, bəli. Başqa nə ilə bunu uyğunlaşdıraq? Ki, o uşaq yönümlü yanaşma olsun. Əyani vəsaitlərdən istifadə, onların yanında olmaq, onlara dəstək olmaq, onlardan istifadə etmək, bunların hamısı uşaqlara uşaq yönümlü yanaşmadır. Sonra uşaq yönümlü yanaşmada nəyi bilməliyik? Baxın, biz uşaqlara uşaq yönümlü yanaşaraqsa, onlara nə formalaşar? Nə olar müsbət cəhət? Öz bacarıqları, ay sağ ol, özlərinə, bu bilirsin bu nə dərsdir? Bu dərsdə mənə uşaq yönümlü didaktik prinsiplərini açacaqsınız. Diferensiyalaşma pedaqoji prinsipindən, fərdi iş formasının müsbət tərəflərindən danışacaqsınız, mənfi yox, müsbət tərəflərindən danışacaqsınız. Yəni budur da, özlərində inam, müstəqillik olar, sonra öz fikirlərini sərbəst şəkildə söyləyə bilərlər, bəli, fikir sərbəstliyi olar və onların bacarıqları üzə çıxar. Çünki ən azından, məsələn, əgər onlara diferensiyal yanaşsaq, biz bilərik ki, rəsməmi maraqları var, musiqiyə maraqları var, öz bacarıqları üzə çıxar. Bunlar oldu, deməli, uşaqlara uşaq yönümlü yanaşma. Bir də, uşaq yönümlü yanaşmada əsas nəyi bilməliyik? Uğur pedaqogikası deyə bir anlayış var. Uğur pedaqogikası. Bu nədir? Uğur pedaqogikası uşaqların cəmiyyətə uğurlu inteqrasiyasıdır. Bax, belə deyim də, mən əgər uşağın uğurunu, dəyərli, neynəsəm uşaq daha da maraqlı var. Ay, sağ olun, bəli. Uğur pedaqogikası strateji monoloqdur. Yəni, strateji monoloq uğur pedaqogikası görək bizdən nəyi tələb edir? Bizdən onu tələb edir ki, uşaqları daima qiymətləndir, dəyərləndir. Bax, dəyərləndir. Uğur pedaqogikası da budur. Bəs qiymətləndirmə, dəyərləndirmə hansı didaktik prinsipə aid oldu? İnkişaf, bəli. İnkişaf, yönümlülük. Vəssalam. Uşaq yönümlü yanaşma budur. PDF-də daha geniş şəkildədir. Oxuyun, maraqlıdır. Amma bunları əzbər, yəni yaxşı bilin də, bunları daha amma onu da oxuyun ki, söz ehtiyatınız olsun. Amma bunları da yaxşı, mükəmməl şəkildə bilmək lazımdır, bu qədər.